Bizim İrəvanda çox şeylərimiz qalıb. Bunu tamaşaçılar da bilir, bunu xəritələrdən də bilirlər, sənədlərdən də bilirlər. Yurd yerlərimiz var oradakı, o yurd yerlərinin də adları məlumdur, necə onların adları dəyişilib. Hamısı sənədli sübutludur. Yazıcı dramaturq Hidayətin Buradan Minatlı Keçdi əsərinin motivləri əsasında hazırlanmış İrəvanda Nəyim qaldı tamaşasının premyerası oldu. Tamaşa Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirildi. Tamaşanı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fəracov, idarə və müəssisə rəhbərləri, Qərbi Azərbaycandan olan soydaşlarımız, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri izlədi. Qeyd edək ki, tamaşa yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir. Tamaşadan əvvəl Qərbi Azərbaycan icmasının Sumqayıt nümayəndələrinin sədri Ramiz İsmailov çıxış edərək bildirdi ki, Ulu Öndər Sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponimlə mənəvi terror həyata keçirən məkirli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən mərkəzi hakimiyyətə mübarizə apardı. Əlbəttə daşıdığı vəzifə Sovetlərin qanunları çərçivəsində bu böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qabiliyyətinə rəvaz verdi. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarınızı görəcəksiniz. Ata-babalarının qəbirlərini də görəcəksiniz. Yalnızca heç kimsəyə etmirəm. Tamaşa boyunca isə bu faktlar, dialoqlar bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırıldı. Tamaşanın qurucusu rejissoru və musiqi tərtibatçısı xalq artisti Firidun Məhərrəmov, qurucusu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan icmasının Sumqayıt şəhər üzrə nümayəndəsi Ramiz İsmailov, filologiya elmləri doktor professor Mahirə Nağqızıdır. Qeyd edək ki, İrəvanda Nəyim qaldı tamaşası Ulu Öndərin anadan olmasının 102-ci il dönümünə ithaf olunur. Yazırsın sen onu. Ben nereden alacağım? Bağlı dersin neden yazırsın? Ne bileyim. Taştan, topraktan, ağaçtan, insandan. Götüreyle sizin o jurnal masasındaki şahmat. Bəli, şahmat tahtasından. Şahmat tahtasından ki... Bəli. Senin topun da var. Sabitin de var. Benim sığındığım piyadalar, şahıma tuşlanan başsız hücumlar dirseklere de kaydacak. Kalbinde, beyninde kudretin yoktur. Özünü bir düşün derinden derin. Bak gör talilerin nece olubdur, silahın gücüyle öyünenlerin. Tamaşaçıların hamısının yadındadır ki, Respublika Prezidenti Cənab İlham Əliyev, Ali Baş Komandanımız Qərbi Azərbaycan icması ilə son görüşündə belə bir ifadə işlətmişdi ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasını yaratmaq lazımdır və biz bunu yaradırıq. Və hər bir sahədə işləyənlər də bu işə dəstək verməlidir. Yəni, oturub durmaq olmaz, işləmək lazımdır. O qayıdış konsepsiyasını əsaslandırıb dünya xalqlarına, deyək ki, sənədli, sübutlu şəkildə onu təqdim eləmək lazım və buna çalışmaq lazımdır. Hətta 48-50-ci illərdə, 52-ci illərdə deportasiyalarda nəzərə alsaq, indi mən sayını dəqiq demirəm, amma çoxlu sayda soydaşlarımız öz torpaqlarından didərgin salınıblar və Azərbaycana göndəriblər. Və bu tamaşada da həmin dövrdə 68-ci ildən 88-ci ilə qədər olan proseslər gedir və o proseslər gedə-gedə bizim soydaşlarımıza qarşı necə gizli erməni təxribatları aparırdı ermənilər, necə soydaşlarımız sıxışdırırdılar və ən önəmli odur ki, həmin 1969-cu ildə Heydər Əliyev Azərbaycana birinci katib seçildiyi vaxtdan Heydər Əliyev Ulu Öndərimiz Azərbaycanlıların ziyalılarını orada necə qoymağından söhbət gedir bu tamaşadan. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.